Hər birinizi salamlayıram. Bugün dim toplusundan ikinci hissədən tərs trigonometri funksiyalar 13-cü sualın izahına baxacağıq. Funksiyanın qiymətlər çoxluğunu tapın. Bu tip suallarda, yəni hazır düsturlardan da istifadə etmək olar, amma hazır düsturlar imtahan zamanı yadımızdan çıxa bilər deyə bu üsullar daha əlverişlidir məncə. Mötərizənin içinə bir alfa deyiriksə, funksiya olur y bərabərdir sinus alfa şəklində və biz burada nəyə alfa dedik, onu qeyd eləyirəm aşağıda. Arc kotangens x bərabərdir alfa. Buradan x-i tapsam, x bərabərdir kotangens alfadır. Həmin o düzbucaqlı üçbucağı qururam. Düzbucaqlı üçbucağı alfa bucağının kotangensi x bölünsün 1 şəklində qeyd edirəm. Kotangens alfa bitişik katetin qarşıdakı kateti olan nisbətidir və buradan Pifagora görə x kvadratı üstəgəl 1 hipotenuzumuzdur. Biz burada axtarırdıq sinus alfanı. Baxın, sinus alfa niyə bərabərdir bu üçbucağa görə? Qarşıdakı katetin hipotenuza olan nisbəti. Və aldığım bu kəsirdə qiymətlər çoxluğu axtaracağım. Baxıram məxrəcdə x-a qiymətlər verdikcə məxrəcin qiyməti böyüyür. Ona görə də məxrəcin ən kiçik qiyməti x bərabər 0 olanda alınır. X-a 0 verəndə isə kəsir qalır. Bu 0 olsa 1 bölünsün 1 şəklində. Yəni ala biləcəyi ən böyük qiymət 1-dir. X-a istənilən qiyməti versək biz kvadrata qalxacaq, onsuz da müsbətləşəcək və x-in qiymətlərini burada qaldırsaq, yəni x-in qiymətləri böyüksə, kəsirin məxrəci böyüdükcə kəsirin ümumi qiyməti azalır. Yəni 1 bölünsün tutalım 100 və ya 1 bölünsün 1000, 1 bölünsün 1 milyon bu şəkildə. Burada nəyi göstərməyə çalışıram? Yəni kəsirin məxrəcinin qiyməti böyüdükcə kəsir özü kiçilir və sıfıra sonsuz yaxınlaşır. Amma sıfırı almır. Sıfır heç vaxt olmadığına görə 0 açıq mötərizə, 1 qapalı mötərizə. Yəni doğru cavabımız Y variantıdır.